Döyüş meydanında can verənlər necə qəhrəmandırsa, canının bir hissəsini verib yaşayanlar da o qədər şərəflidirlər. Onlar həyatda qalmaqla ikinci bir savaşı udurlar. Bu dəfə səssiz, amma daha möhtəşəm bir savaş. Onların yaşaması xalqın qürur və başı ucalığıdır. Əlləri, ayaqları olmasa da, ürəkləri hələ də vətənin döyünən ritmidir. Onlar səngərdən çıxıb həyatın içinə atıldılar. Hər yeni gün onlar üçün bir zəfərdir. Həm meydanda, həm də həyatda zəfər qazanan igidlərimizdən biri də Vətən müharibəsi əlili Abdullayev Yusif Vüsaloğludur. Yusif 1995-ci il aprel ayının 20-sində Neftçala rayonunda anadan olmuşdur. Neftçala rayonunun Yuxarı Qaramanlı kənd orta məktəbində təhsilə başlayan Yusif hələ uşaqlığından hərbiçi olmaq istəyirmiş. 2010-cu ildə milli qəhrəman Mübariz İbrahimovun qəhrəmanlıqlarını eşitdikdən sonra qəti olaraq hərbiçi olmaq qərarını verən Yusif, Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olur. 3 illik təhsilindən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan Yusif oranı bitirir və leytenant rütbəsi alaraq ordu sıralarına qatılır. 44 günlük şanlı zəfər döyüşlərimizin ilk günündən silaha sarılan Yusif, Füzulidən Şuşaya qədər uzanan döyüş yolu keçir. Düşmənin məşhur Ohanyan xəttinin keçilməsində xüsusilə fərqlənən Yusif, Füzulinin Aybasanlı kəndində SPG silahı ilə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Şuşa uğrunda gedən döyüşlərdə tank mərmisi ilə ağır yaralanan Yusifi döyüş yoldaşları təxliyə edir. Göstərdiyi qəhrəmanlıqlara görə Füzulinin, Qubadlının, Şuşanın azad olunmasına görə cəsur döyüşçü, Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilir. Bugün belə ordu sıralarına qayıtmaq istəyən Yusif, Ali Baş Komandanın bir əmri ilə yenidən silaha sarılmağa hazıram deyir.